mən Aysel Dəmirova. Bugünkü buraxılışımızda sizə Şəmkir rayonu Kimya Biologiya Təmayüllü Liseyin 2024-2025-ci tədris ilə bağlı ən son və ən maraqlı xəbərləri təqdim edəcəyəm. İlk xəbərimiz 11-ci sinif buraxılış imtahanının nəticələrlə bağlıdır. 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanında liseyimiz üzrə ümumilikdə 53 nəfər iştirak etmişdir. Lisey üzrə ümumi orta bal göstəricisi 230 bal olmuşdur. 39 nəfər şagirdimiz 200-dən çox bal toplamış, onlardan 20 nəfər isə 250 bal toplamışdır. 14 nəfər şagirdimiz 150-200 bal aralığında nəticə göstərmişdir. Əlavə olaraq 3 nəfər şagirdimiz riyaziyyat, 4 nəfər şagirdimiz isə ingilis dili fənnindən 100% nəticə göstərmişdir. Ən yüksək nəticəni isə 11 əsrin şagirdi Atay Fərid göstərmişdir. O, ümumi 300 baldan tam 291 bal toplayaraq lisey üzrə ən yüksək nəticəni göstərmişdir. Növbəti xəbərimiz sabahın alimləri 14-cü Respublika layihə müsabiqəsi ilə bağlıdır. Liseyimizin 9-a sinif şagirdi Məmmədli Əsma tibb və sağlamlıq kateqoriyası üzrə hazırladığı Nanosmart sarılı layihəsi ilə müsabiqənin final mərhələsinə qədər keçərək uğurla çıxış etmiş və gümüş medal qazanmışdır. İsə diqqətinizi çatdıracağımız növbəti xəbər Respublika Fən Olimpiadası ilə bağlıdır. 2025-ci Respublika Fən Olimpiadasında liseyimizin şagirdləri yenə də yüksək nəticələr göstərmişdir. 10-cu sinif şagirdi Əhməd Əlizadə riyaziyyat fənni üzrə bürünc medal, 9-cu sinif şagirdi Cəfər Sadiq Abbaslı biologiya fənni üzrə bürünc medal və son olaraq 9-cu sinif şagirdi Ömər Nəsibov kimya fənni üzrə bürünc medal qazandılar. Bu uğurlar liseyimizin elmi biliklərə verdiyi önəmi və müəllimlərimizin əzmkarlığının göstəricisidir. Son xəbərimiz Əllaçı televiziya verilişi ilə bağlıdır. Liseyimizin 11-ci sinif şagirdi Fidan Həsənova Əllaçı televiziya layihəsinin 19-cu verilişində qalib seçilmişdir. Beləliklə, bugünlük xəbər buraxılışımız burada başa çatır. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Yeni uğurlu və maraqlı xəbərlərlə yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.